Ama eğer bir insan bilmemezliğinden edirse, o insan ona müşriksen, ona kafirsen hükmü verilmir. Ola bilsin o insan bilmemezliğinden edir, cahilliğinden edir. Elə bilir ki bu əməl onu Allah'a yaxınlaştırır. Ne kadar çoktur belə bugün Müslümanlarda vəziyyət. Alimler buyururlar ki, mesela Mısır'da, mesela İndonezya'da, mesela başka Müslüman ülkelerinde orada olan batıl dəvətçilər insanlara aşılayır ki, La ilahe illallah Muhammedun Resulullah deyip İslam'a daxil olduqdan sonra gələk aparıb filan pirdə qurban kəsəsən. O səni Allah'a yaxınlaşdıracaq. O da cahildir, ilimsizdir, bu fikrin arxasıyla gedir. Ona göre de elə insanlar, değerli kardeşlerim, tekfir olunmurlar. Çünkü təqlid edərək, şüphə ola, yozaraq, elimsiz de cahilcəsinə edirlər. Ona göre de değerli kardeşlerim, eğer bir insan bile hak ona çatmaya, cahilcəsinə Allah'a şirk koşursa, o adam Müslümandır. Bismillahirrahmanirrahim. Şeyxülislam Muhammed bin Abdülvahhab rahimahullahın nəvəsi, şeyxin Tövhid kitabına yazılmış ən məşhur şəhərlərdən biri olan Fəthül Məcid adlı əsərin müəllifi Allamə Mücəddid Abdurrahman ibn Hasan rahimahullahın öz dövründə yaşamış olan zəlalət dəvətçilərindən Quburi, məşhur Quburilərdən biri olan Davud bin Cərcisə verdiyi bir rəddiyəsi var. Əsərin adı Əl-Qovlul Fəslul Nəfis fi Raddu aləl Müftəri Davud bin Cərcis. Həmin əsərində bu iddiaya çox gözəl bir cavab verir. Davud bin Cərcis kimdir? Şeyxülislam Muhammed bin Abdülvahhab rahimahullahın nəvələrinin zamanında yaşamış İraqlı Quburi, Naxşibəndi, Xalidi qolundan olan məşhur bir zəlalət dəvətçisi, sələf dəvətinə qarşı şiddətlə qarşı çıxan alimlərdən biri. Şeyx Abdurrahman bin Hasan rahimahullah öz əsərində onun bu sözünə cavab verir. Hansı söz? Deyir ki, وَأَمَّا الْقَوْلُ الْحَازَ الْجَاهِلِ الْإِعْرَاقِ وَكَذَلِكَ الْمُسْلِمُونَ أَنَّ طَلَبَتْهُمْ مِنْ غَيْرِ اللّٰهِ إِنَّمَا هِيَ مِنْ بَابِ التَّسَبَّبِ. Şeyx buyurur ki, cahil İraqi belə deyir, müsəlmanların Allahdan qeyrisindən tələb etməsi səbəb babındandır. Nə deməkdir? Yəni Allahdan qeyrisindən nəsə tələb etdikdə o kəsləri əsas yox, səbəb olaraq edirlər, qəbul edirlər. Onları ilah kimi qəbul edərək etmirlər. Deyirlər ki, Allah onları bizə səbəb etmişdir. Allah onların səbəbi ilə bizim dualarımıza cavab verir. Həmin cahil İraqi belə bir şey iddia edir və o Allahdan qeyrisindən tələb edənləri müsəlman adlandırır. Şeyx rahimahullah ona cavab verərək buyurur ki, Ənə nisbətət talib min qeyrilləh iləl muslimin min əhməlil muhal və əbtəlil bətil. Həqiqətən Allahdan qeyrisindən tələb edəni müsəlman adlandırmaq, Allahdan qeyrisinə yönələni müsəlmanlığa nisbət etmək ən mümkünsüz, mümkünsüzlərin ən mümkünsüzü və batillərin ən batilidir. Fəinnəl muslimə lə yətlibu min qeyrilləh əbədən. Həqiqətən müsəlman əbədiyyən heç vaxt Allahdan qeyrisindən tələb etməz. Şeyx buyurur ki, bunu belə demək Allahdan qeyrisinə yönələni, yəni şirk edəni, böyük şirk edəni müsəlman adlandırmaq, mümkünsüzlərin ən mümkünsüzü və batillərin ən batilidir. Bizimkilər az qala icma gətirirlər. Bizimkilər icma zikr edirlər az qala ki, cahilliyi ilə Allahdan qeyrisinə ibadət edən müsəlmandır. Şeyx buyurur ki, belə bir şey mümkün deyil, mümkünsüzlərin ən mümkünüdür, batillərin ən batilidir. فَإِنَّ مَنْ طَلَبَ وَسَأَلَ هَاجَتَهُ مِنْ مَيِّتٍ أَوْ غَائِبٍ فَقَدْ فَارَقَ الْإِسْلَامِ. Həqiqətən kim meyyitdən və yaxud qeybdə olandan ehtiyacını istəyərsə, ondan tələb edərsə, İslamdan ayrılmışdır. لِأَنَّ الشِّرْكَ يُنَافِ الْإِسْلَامِ وَيَحْتِمَهُ وَيَنْقِدُهُ. Çünki şirk İslamı pozur, onu nəf edir, onu darmadağın edir. Davam edərək buyurur ki, İslam, qəlb, dil və əməllərlə Allaha təslim olmaqdır. Onun ərkanları yalnız Allah üçündür, başqası üçün ola bilməz.
Müsəlman ata-babalarını və cahil şeyxlərini təqlid edən, onlara zəlalət üzərində tabi olan kəs deyil. Əksinə, müsəlman köhnə ayələr üzərində Rəbbini təfəkkür edən, Quran ayələri üzərində dərin düşünən, Allahın isim və sifətlərini, neymətlərini və əzabını bilən, onun rəsulunu tanıyan, hədislərini və sünnətini bilən, Allaha gedən yolda hidayət və bəsirət üzərə ona tabi olan, Allahın qulları üzərindəki haqqı olan übudiyyətini bilən, şirkin nəcasəti və çirkinliyindən ən uzaq olan kəsdir. Müsəlman Allahın ipindən möhkəm yapışan, ondan heç vaxt əlini buraxmayan kəsdir. Çünki o bilir ki, Allah Valiyyul Hamid, Qaviyyul Aziz, Ər-Rahmanir Rahimdir. Elə buna görə də o dualarında yalnız ixlasla Allaha yönələn kəsdir. Ata-babalarını və cahil böyüklərini təqlid edən kəsə gəldikdə isə, bu kəs Rəbbi haqqında ən cahil olan və ondan ən uzaq olan kəsdir. Onun qəlbi qəflət pərdəsi ilə örtülmüşdür. O, bir-birinin üzərinə çıxan zülmətlər içərisindədir. Onun qəlbini insan və cinlərdən olan şeytanlar bürümüşdür. Bu şeytanlar onun qəlbini qəbirlər, bütlər haqqında xurafatlarla doldururlar. Özü isə bunlardan xəbərsizdir. Çünki o, yol olaraq heyvanlardan daha azğın yoldadır. O, öz nəfsində Allahdan uzaq olduğunu, onu tanımadığını etiraf edir. Müşrik, qəlbini, ibadətlərini, qurbanını, namazını öz ilahlarına yönəldir. Hansı ki, qiyamət günü həmin ilahlar bunları inkar edəcək və müşriklərdən uzaqlaşacaqlar. Onlar bir-birinə lənət oxuyacaqlar. Onların gedəcəyi yer oddur və heç bir köməkçiləri də olmayacaq.